Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlər. Artıq bugündən etibarən 9 illik təhsil bazasında kolleclərə qəbul üçün ixtisas seçimi prosesi başlanıb və Dövlət İmtahan Mərkəzi tərəfindən artıq sistem aktivləşib və qeyd edək ki, 9 illik təhsil bazasına kolleclərə qəbul üçün ixtisas seçimi prosesi 9 avqust saat 23:59-a davam edəcək. Odur ki, bütün abituriyentlərə uğurlar arzu edirik. İnşallah ki, hər bir abituriyent üçün düzgün seçim olar və ədalətli bir qərarla hər bir abituriyent tələbə adını qazanar. Ən əsası elə ixtisaslar seçərlər ki, onlar da subbakalavr kimi gələcəkdə ümumi ortalama nəticəsi ilə heç bir imtahan vermədən ali təhsil müəssisələrinə, yəni bakalavr səviyyəsinə qəbul ola bilərlər. Bunun üçün əlbəttə ki, düzgün ixtisas seçimi, düzgün karyera planlaşdırılması, düzgün ixtisas analizinin olması mütləqdir. Qeyd edək ki, sizlər də düzgün ixtisas seçimi ilə uğurlu karyeranızın təməlini qoymaq istəyirsiniz. Eləcə də gələcəyiniz üçün və maraqlarınızla uyğunlaşan ixtisasları seçmək istəyirsinizsə və əmək bazarında dəyərli olan ixtisaslar üzrə gələcəkdə işləmək istəyirsinizsə, 070 742 28 18 WhatsApp nömrəmizə yazmaqla ixtisas seçimi üçün öncədən bizimlə qeydiyyatdan keçə bilərsiniz. Qeyd edək ki, ixtisas seçim prosesi bizdə onlayn şəkildə həyata keçirilir. Hər videomuzda bu haqda məlumat verirəm. Bu videoda da məlumat verim ki, ixtisas seçim prosesinin onlayn təşkil etməyimizdə başlıca məqsədimiz ixtisas seçim prosesinin hər bir abituriyent üçün, tələbə üçün əlçatanlığını təmin etməkdir. Çünki bizə müraciətlər sadəcə Bakı ərazisindən deyil, rayonlardan, digər regionlardan da bizim üçün ixtisas seçiminə müraciətlər var və biz də çalışırıq ki, ixtisas seçimlərimiz hər kəs üçün əlçatan olsun, xidmətlərimizdən hər biriniz tam şəkildə faydalana biləsiniz. Eləcə də ixtisas seçimi üçün WhatsApp nömrəmizə yazaraq qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat üçün WhatsApp nömrəmizə ad, soyad, topladığınız bal, əlbəttə ki, əgər limiti keçibsinizsə siz ixtisas seçimi üçün biz sizi qeydiyyat alacağıq. Limit nədir? Azərbaycan dili üçün 20 bal, riyaziyyat və xarici dil üçün ayrı-ayrılıqda 10 bal limitini keçməlisiniz ki, sizin üçün sistem aktivləşsin. Dövlət İmtahan Mərkəzi tərəfindən və ixtisas seçim prosesinizi icra edə bilək. Eləcə də qeydiyyatdan keçmiş hər bir şəxs ad, soyad, topladığı balı, şəxsi kabinetin parolunu, şəxsi kabinet parolunu və şəxsiyyət vəsiqəsinin PIN kodunu yazmaqla bizimlə ixtisas seçimi üçün qeydiyyatdan keçə bilər. Kimlər ki, qeydiyyatdan keçib bizimlə, onlar üçün artıq növbələr təyin olunub və konsultasiya proseslərini icra edirik. Sizlər də buyurub, vaxt itirmədən konsultasiya üçün və qeydiyyat üçün öncədən yazıla bilərsiniz. İlk öncə sizinlə konsultasiya icra edəcəyik, daha sonra ixtisas seçiminizi və kodlaşdırmanızı həyata keçirəcəyik. Bir daha hər bir abituriyentə bu əsas fundamental prosesdə uğurlar arzu edirik. Çünki bəzən düşünürlər ki, kollec təhsili sıradan bir təhsildir. Xeyr, əslində uğurlu kollec təhsili, uğurlu ixtisas seçimi nəticəsində siz 3 il ərzində kollecdə oxuduğunuz zaman yüksək ümumi ortalamanız olarsa, heç bir imtahan vermədən artıq subbakalavr adı alacaqsınız və bakalavr, yəni ali təhsil müəssisəsinin universitetlərə qəbul üçün ixtisas seçimində 3 il sonra iştirak edə biləcəksiniz. Və bununla da deməli, sizin düzgün ixtisas seçiminiz sizi hansı nöqtələrə qapılarınızı açmış olur? Bakalavra, daha sonra magistra, daha sonra doktorantura. Yəni ona görə kollecə sıradan bir proses kimi baxmayın. Kollec təhsili də maksimum səviyyədə sizin üçün təhsilin, əmək bazarının bütün qapılarını aça biləcək səviyyədədir. Bunun üçün nə etməlisiniz? Düzgün ixtisasları seçməlisiniz. Çünki kollecdə demək olar ki, 70% ixtisas var ki, onlardan birbaşa subbakalavr adı alaraq bakalavr səviyyəsi üzrə qəbul almaq qeyri-mümkündür. O ixtisaslardan təbii ki, mütəxəssis müəllimlər bilir ki, hansı ixtisaslarla siz 3 il ərzində oxusanız, zəhmət çəksəniz, həm maddi, həm mənəvi, o sizin üçün faydalı olacaq və gələcəkdə ali təhsil müəssisəsinə heç bir imtahan vermədən sadəcə ixtisas seçim prosesində ümumi ortalamanızla daxil olaraq tələbə adını qazana biləcəksiniz. Qeyd edək ki, qəbul faizimiz bizdə hər il 100%dir və biz elə abituriyentləri, tələbələri götürdük ki, onlar üçün qəbul ola bilək. Ona görə də öncədən siz də balınızı və ən əsas limiti keçibsinizsə, bu haqda bizə məlumat verin. İxtisas seçiminə uyğun olduğunuz təqdirdə biz sizi ixtisas seçimi üçün qeydiyyata alacağıq.
Buyurun əziz abituriyentlər, əgər sizlər də uğurlu bir karyera qurmaq və gələcəkdə uğurlu ixtisaslar üzrə çalışmaq istəyirsinizsə, ən əsası təhsil pillələrinizi ən uğurlu, düzgün şəkildə irəlilətmək və gələcəkdə öncül ixtisaslar üzrə bakalavr, magistr, doktorantura təhsil almaq istəyirsinizsə, məhz burada başlanğıc kollecdən keçir. Hər birinizə uğurlar arzu edirik. Buyurub 070 742 2818 WhatsApp nömrəmizə yazaraq müraciət edə bilərsiniz. Həm PDF-lər üçün, həm də ixtisas seçimi üçün. Bugünkü videomuz bu qədər. Bu bir xatırlatma videosu idi. Hər bir abituriyentə uğurlar arzu edirik. Hər birinizdən xahişimiz odur ki, növbəti videolarımızın anında xəbərdar ola bilməyiniz üçün, eləcə də videolarımızın ardından gəlməsi üçün zəhmət olmasa kanalımıza abunə olaraq videolarımızı bəyənəsiniz. Eləcə də ixtisas seçimi prosesi ilə bağlı hər hansı sualınız, təklifiniz, hər hansı bir problem varsa, yorumlarda, yəni videonun aşağısının şərh bölməsində bu haqda fikirlərinizi bildirə bilərsiniz. Eləcə də 070 742 2818 WhatsApp nömrəmizə yazmaqla suallarınızı ünvanlaya, PDF-ləri əldə edə bilər və ən əsas ixtisas seçimi üçün qeydiyyatdan keçərək uğurlu karyeranız üçün bir başlanğıc edə bilərsiniz. Buyurun, hər birinizə uğurlar arzu edirik. Gələn videolarda görüşmək ümidi ilə.